Qızıl gülü hansı ayda budaya bilərik? Bu haqda danışırıq. Hörmətli izləyicilərim, xoş gördük. Bugün qızıl gülün budaması haqqında danışırıq. Bu gördüyünüz qızıl gül Kallik qızıl güldür. Buna miniatür qızıl gül də deyirlər. Yəni biraz cırtdan sortdur. Kallik qızıl gülünü ilin bütün fəslində budama olar. Lakin burada budamanın əsas prinsipləri var. Məsələn, indi payızdır. Payızda siz forma verici budama edə bilməzsiniz. Bu təhlükəlidir. Amma bunun əvəzində sanitar budama edə bilərsiniz. Məsələn, gördüyünüz kimi bu cür qurumuş çiçəklərin kəsilməsi. Baxın, bu cür qurumuş qızıl güllərin çiçəklərini kəsə bilərsiniz. Harda xəstə budaq varsa, çürümüş budaq varsa kəsə bilərsiniz. Bu budamaya sanitar budama deyirlər. Bunu payızda, qışda edə bilərsiniz. Forma verici budama etmək istəyirsə, yəni əsas budama, bu vaxt artıq dəyişir. Yaxşı olar ki, fevralın axırı, martın əvvəlləri forma verici budama edək. İqlimə görə bu dəyişə bilir vaxt. Bəzən martın əvvəli, bəzən fevralın axırı budama edə bilərsiniz. Əgər şaxtaları geridə qoyduqsa, bu zaman budamanı başlaya bilərik.